грусти, мой друг ранимый, мне с тобою полный кайф. Не хочу быть любимой, ты и так мне for my life. На прощание İşdən gəlmisən, duşuvu almısan, saçlarını yox biləcini hörmüsən. İndi isə qəşəng ürəyim sushi istədi, qəşəng bunlara bax. İndi Əşrəfə baxmaq istəyirəm. Dedim, oğluma ki, bir dənə qəşəng sushi sifariş ver. Of, necə, of. Ağzını açsam, ağzını aça bilsəm, ala açımın ağzını, də dönürsün. Olmazsın. Evdə kişinin olmağı belə şeydir, görürsünüz, açlıq idi. Sini quban. Mən bunu 2 dəfə yoxlayacağım, burger sushi. Heç daha öncə yeməmişəm. Necə, orada sos verdim, onun dadına baxım da ömrüm. Necə bir şeydir. Dadına bax. Teşekkür oğlum. Mən sushi çubuğunu tuta bilmirəm, çünki məndə kiçik metodikalar işləmir. Kiçik metodikalar da işləmədiyinə görə mən çubuqları tuta bilmirəm. Necə bundan oğurluq edir. Ona görə mən o çubuqları işlədim. İndi bunlardan hərəsindən özümə birazcık ayırıram. Gedəm geçəm Əşrəf kişini qoyam. Əşrəf kişiyə baxa-baxa yeyəm. Hələlik. Sushini yedim. İnanın ki, bir köpüyə dəyməz. Bu Instagramdakı reklamlara aldanmayın. Mən də Instagramdakı reklama aldandım. 100 ədədi 30 manata sushi, 7 manata çatdırılma. Yəni heç oğlum da bəyənmir. Qurudur, hə necə? Qurudur. Amma bizim evin altında sushi var. Adı nədir o sushi'nin? Neyse adını demirəm. Orada neçə dənəsin 30 manat alırdın? 40 dənəsi 30 manat alırdıq. Amma yəni 5 dənəsin ye zövq aldı. Oy, tırnağım cızıbram. Amma bu sushi'dən Instagramda bilirəm ki, hamımızın qarşısına çıxır. 100 ədədi 30 manata sushi. Sushi bir köpüyə dəymir. Aldanıb qaçıb almayın. Tuğla geçsin.